göstərim sizə qırmızı ilə. Məsələn, burada bu hissəni kəsmək. Deməli, x-i neçə dərəcə tapacağıq? 35 dərəcə tapacağıq. Bu bəs edirmi? Bəs etmir. Əlavə nə yazmalısınız? 3 bucaq bərabər. Yəni, burada eləyəcək 3 altında 5. 14-cü suala baxanda B, F, D 3 bucağına baxın. 1 3 bucaq 8K plus 8 perimetrə bərabər eləyərəm. Perimetrdə perimetrini istəyə bilər bizdən. Deməli, burada 13 olar. X-i tapıb, aparıb yerinə qoyarsınız. Böləndə bu düstur alınır. A vur H-a bərabərdir. B vurulsun HB. Deməli, baxın, bu 15-dir. Bura 90-dır. Bu ADS. D təpəsinə görə baxanda ADS-də. Bax, yenə buradan bir tərəf. Elementlər düşə biləcək sualdır. Sizə burada nə deyir? Deyir ki, burada bir yenə 3 bucaq var. Baxın, nə edirəm? Buradan bunu bu 3 bucaq üçün, sonra qırmızı ilə fikir verin. Bu 3 bucaq üçün yəni H 16/4'dür. Yəni bura 4'dür. Arasında qalan qövslər bərabərdir. Bax, bu bucaqlar bərabər. 120 1 hissəsi olur 12 pi. Çıxacaq bölünsün 2 olurdu. Bax, indi bu nə idi? Yuxarıdan 2 bölünsün 6 alırıq. Bax bu. Bunlar topluda da qarşı